Salamlar hər kəsə. Bu gün mənə belə bir sual gəldi. İstədim bunun üzərindən danışım. Demək sual belədir. Başqa bir insanın bizə qarşı xoşagəlməz davranışını görəndə nə etməliyik? İlk növbədə onu deyim ki, əgər belə bir hal yaşanırsa, yaxşı olar ki, biz o anda əsəblə hərəkət etməyək. Çünki qəzəblə atılan addımlar əsasən sonra biraz peşmanlıq hissi yarada bilir və əsasən məsələni həll etmir. Bu zaman yaxşı olar ki, biz biraz qırağa çəkilib sakitləşək, biraz fikirlərimizi toplayaq, özümüzlə baş-başa qalaq və bu zaman görərik ki, beynimiz daha aydın işləməyə başlayır və bizə çıxış yolları gətirir özü. Həm də ki, yaşadığımız emosiyalar, ümumiyyətlə hadisədən bizə nə qaldı, bizi narahat edən nə oldu, onları özümüz üçün analiz etməyə kömək olur. Bundan sonra yaxşı olar ki, bu insanla daha sakit mühitdə ünsiyyət yaradaq. Bu əgər yaxın bir insandırsa, əsasən onu deyim ki, insanlar qəsdən, yəni ola bilər o anda nəsə edib, amma onunla ünsiyyət quranda başa düşsən ki, o insan onu qəsdən etməyib və sən o insanla ünsiyyətdə olanda ona öz yaşadığın emosiyalar danışanda əsas məsələ də budur. O insanı qarşımıza qoyanda biz onu günahlandırmaqdan başlamamalıyıq. Çünki bu situasiyanı, məsələni həll etmir. Daha da çətinləşdirə bilər. Əgər məsələni həll etmək istəyiriksə, əgər bizim yaxın insanımızdırsa, əsas da belə məqamlarda biz yaxşı olar ki, öz emosiyalarımızdan ona danışaq və bildirək ki, məsələn, sənin bu davranışın məndə narahatlıq, yəni özümü rahat hiss etmədim, məndə özümü dəyərsiz hiss etdim. Yəni hansı emosiyalar keçirmişiksə, onu o insana danışaq. Bu zaman yenə də əgər baxmalıyıq, o insan bizi başa düşürmü? Əgər başa düşürsə, sonra bu insan davranışını dəyişir. Bu zaman hər şey yaxşıdır, yəni məsələ həll olmuş olur. Amma başqa bir yol da var. Elə olur ki, insan ya biz yola verir, ya da ki, yenə davranışlarına davam etməyə başlayır. Bu zaman nə etməliyik? Əgər ki, davamlı baş verirsə bu məsələ, yaxşı olar ki, o insanla aramıza biraz sərhəd qoyaq. Çünki bu həyatda vacib olan bizim öz duyğularımızdır. Əgər biz onu danışırıq və qarşıdakı bizi anlamırsa, demək ki, bu münasibətin bizə bir faydası olmur. Çünki münasibət qarşılıqlı sevgi, hörmət üzərində qurulur. Əgər bunlardan heç biri yoxdursa, o münasibətin bir mənası olmur. Həm dost münasibətlərində bu belədir, həm də ki, başqa münasibətlərdə də. Yəni, əsas məsələ budur. Başqa cür necə ola bilər? Əgər ki, elə bir mühitdəyik ki, ya bizdən yaşca böyük bir insandır, ya da ki, o insanı bir də görməmək şansı var. Yəni ki, bir anda baş verən hadisədirsə və biz heç bir reaksiya verə bilmiriksə, donub qalırıqsa, sualın içində bu da var idi. Məsələn, bir hadisə baş verir, insan donur qalır, heç bir reaksiya verə bilmir. Əslində bu da normaldır, çünki biz adi vaxtı daima qalmaqal içində olmuruq. Bu bir anda baş verən proses olur və ola bilər ki, insan donub qalsın, heç bir reaksiya verə bilməsin. Ondan sonra əgər o insanı bir də görə bilmiriksə, ya da ona deyə bilmiriksə, heç nə. Yəni, ola bilər bizdən çox böyük bir insandır və nəsə deməyimiz bir şey dəyişməz. O zaman nə etməliyik? O emosiyalar bizim daxilimizdə qalmamalıdır. Biz onu yazmalıyıq. Yazı texnikasını məndə çox adam bilir. Vərəqi götürürsünüz və o insana deyə bilmədiklərinizi, daxilinizdə yığılan bütün emosiyalarınızı o vərəqə yazsınız. Nə formada olursa olsun. Yəni yazın, sonra o vərəqi cırın, atın ya da yandırın. Bu sizin emosiyalarınızın xaricə çıxmasına kömək edəcək. Yəni ki, beyniniz biraz sakitləşir ondan sonra. Ya da ki, idmanla məşğul olursunuzsa, idman edərkən onu daxilinizdən sanki buraxdığınızı hiss edin. Çünki idman da bizə çox yaxşı təsir edir emosiyalarımızı buraxmaq üçün. Bir də belə bir şey var. Sizə onu deyim ki, əgər məsələn bu addımları atdınız, sonra siz o insana qarşı yenə kin dolu olursunuzsa, o insana qarşı davamlı təkrar o situasiya yadınıza düşür və siz özünüzü yenə o insana qarşı müəyyən bir qəzəb hissi ilə, kin hissi ilə
düşünürsünüzsə o insan barəsində, o sizə zərər verir yenə də. Belə bir deyim var, biz özümüz zəhəri içib başqasının ölməsini gözləyə bilmərik. Yəni bizim emosiyalarımız ancaq bizə zərər vurur, başqasına heç bir təsiri olmur. Ona görə də yaxşı olar ki, o situasiyaya təzədən qayıtmayaq, o insan haqqında artıq pis düşünməyək, ya o insan haqqında ümumiyyətlə yaradanın bir parçası olaraq düşünüb yaxşı düşünək. Yəni hamımız yaradanın bir hissəsiyik və ona görə də belə baxanda heç kimi əgər o baxış bucağı ilə baxsaq, biz heç kimi məsələn qınamarıq, heç kimi o qədər kin dolu olmarıq. Düşünərik ki, mən də yaradanın bir hissəsiyəm, o da yaradanın bir hissəsidir. Və biz deyim ki, belə bir şey də var. Biz insanlara qarşı, onlara göstərməsə belə daxilimizdə sevgi duyduqca, ya o insanlar tərəfindən, ya da başqa insanlar tərəfindən onlar bizə geri qayıdır. Yəni biz emosiyalarımızla, yəni öz daxilimizdə hansı hissləri böyüdürüksə, o bizim mimikalarımıza, davranışlarımıza yansıyır və beləliklə də biz ətraf mühitə müəyyən bir özümüz haqqında bir fikir yaradırıq və bizə uyğun olan insanlar da başlayır bizə doğru çəkilməyə, ya da ki, ətrafımızda olan insanlar bizim olduğumuz kimi bizə davranmağa başlayır. Belə. Ona görə də çalışın öz emosiyalarınıza diqqət yetirin, öz daxilinizə yönəlin və düşünün ki, bilin ki, öz daxilinizi daima xoş emosiyalarla böyütmək vacibdir. Qalan hər şey zamanla yerinə oturur və dediyim kimi, hamı bizlə yola getməlidir deyə bir şey yoxdur. Özümüzü də, insanları da olduqları kimi qəbul edək. Çünki qəbul etdiyimiz hər şey sanki bir yoxa çıxır. Biz nəyə qarşı dirənt göstəririksə, o daim bizim həyatımızda bizə ağırlıq verməyə başlayır və bizim daha da çox gözümüzə görünür. Amma biz qəbul edəndən sonra, buraxandan sonra o hadisə sanki sovrulub gedir və yerinə daha gözəl hadisələr gəlməyə başlayır. Bu gün bundan danışmaq istəyirdim. Əgər başqa bir sualınız olarsa yaza bilərsiniz. Öz fikirlərimi bölüşərəm. Sağ olun.